Salam əziz şagirdlər, bugün biz 9 və 10-cu siniflər üçün ikinci qrup üzrə OTK-nın təşkil etdiyi blok imtahanına baxaq. Riyaziyyat fənni üzrə suallara baxaq. Dərslərimizi bəyənib paylaşmağı unutmayın. Kanalımıza abunə olun ki, yüklədiyimiz hər bir yeni dərs sizə çatmış olsun. Birinci suala baxaq. Deməli, 30-dan kiçik sadə ədədlər çoxluğunu A ilə işarə edirik. 30-dan kiçik sadə ədədlər 2, 3, 5, 7, 11, 13, 17, 19, 23 və 27. B ilə isə 5'ə bölünən 2 rəqəmli ədədlər çoxluğuna işarə edək. 10, 15 və 95'ə qədər. Bu iki çoxluğun kəsişməsindəki elementlərin sayı soruşulur. Deməli, A sadə ədədlər çoxluğu, B isə 5'ə bölünən 2 rəqəmli ədədlər çoxluğu olduğuna görə bunların ortaq elementi yoxdur. Yəni, B çoxluğunda 5'ə bölünən 2 rəqəmli ədədlərdən elə biri yoxdur ki, sadə ədəd olmuş olsun. Ona görə A və B çoxluğunda kəsişməsində heç bir element olmadığına görə kəsişmədəki elementlərin sayı 0'dır. Baxaq ikinci suala. Aşağıdakılardan hansı A üstü 4B minus AB çoxhədisinin vuruqlarından biri deyildir? Buradan AB'nin möhtərizə xaricinə çıxartsaq, onlar A kub minus 1 və A kub minus 1'i də vuruqlara ayırsaq, müxtəsər vurma düsturlarına əsasən, deməli, ayırsaq vuruqlara bu şəkildə olar. Və buradan görürük ki, A'da olan vuruq burada vardır, B'de olan vuruq burada vardır, C'de olan vuruq da vardır, Y'de olan vuruq da vardır. Lakin D variantında olan vuruq bu çoxhədlinin vuruqlarından heç birinə aid deyildir. Baxaq üçüncüyə. A və B tərs mütənasib kəmiyyətlər olarsa, x minus y fərqini tapın. Əgər tərs mütənasib kəmiyyətlərdirsə, K cədvələ əsasən 15 vuraq 14'ə bərabərdir. Bu da 210 edər. Deməli, x 10 olmalıdır ki, bunların da hasili 210 olsun, y-də 2 olmalıdır. Buradan bunların fərqinə baxsaq, x minus y fərqinə 10 minus 2 bərabər 8 alarıq. Baxaq dördüncü suala. A ədədini 11'ə böldükdə qalıqda 2 alınır. A kvadrat plus 3A plus 4 ədədinin 11'ə bölünməsindən alınan qalığı tapaq. A-nı elə 2 götürək, çünki ən az 2 götürə bilərik. 2'ni 11'ə böldükdə qalıqda 2 alınır və gətirib bunu ifadədə yerinə yazsaq, 2'nin kubu plus 3 vurulsun 2 plus 4 bərabər 8 üstə gələk 6 üstə gələk 4 bərabər 18 olar. 18'i də 11'ə bölsək, qalıqda 7 alınır. Deməli, cavab oldu D variant. 5-ci suala baxaq. A parametrinin hansı qiymətində K plus 1, K minus 1 cütü verilmiş təniklər sisteminin həlli olar? Bunun üçün deməli, x və y-in yerinə uyğun olaraq verilənləri yazsaq, 3 vurulsun K plus 1 minus 4 vurulsun K minus 1 bərabər 6 3K plus 3 minus 4K plus 4 bərabər 6. Buradan da K bərabərdir 1. İndi gətirib burada yerinə yazsaq, x və y-in qiymətləri uyğun olaraq 2 və 0 olmuş olar. İndi bunları sistemdə verilmiş tənikdə yerinə yazsaq, A vurulsun 2 plus 0 bərabər 8, A bərabər 4 olmuş olar.
Baxaq 6-cı suala. Ədəd oxu üzərindəki təsvirə uyğun bərabərsizlər sistemi hansıdır? Buradan gördüyümüz kimi x böyük bərabər -2 və x kiçik bərabər 3'dür. Yəni cavab C variantıdır. Baxaq 7-ci suala. Fidanın 5 imtahandan aldığı qiymətlərin ədəd ortası 83'ə bərabərdir. Fidan növbəti imtahandan ən azı neçə almalıdır ki, ədəd orta 85'dən az olmasın? Fidanın 5 imtahanı aldığı qiymətlərin 5 imtahandan aldığı ballarının cəmin S5 ilə işarə edək və ədəd ortası 83 olduğuna görə bunu 5'ə bölsək 83'ə bərabər olmalıdır və buradan S5 bərabərdir. 83'ü 5'ə vursaq alarıq 415. Fidan növbəti imtahandan ən az neçə almalıdır ki? Tutaq ki, fidan növbəti imtahanda x bal yığmalıdır. Bu zaman 415 plus x bölünsün 6. Çünki artıq imtahanların sayı 6'dır. Və ədəd ortası bu balların 85'dən az olmasın. Yəni böyük bərabər 85 olsun. Buradan 415 plus x böyük bərabərdir 6'nı 85'ə vursaq 510 alarıq. 510 alarıq. Buradan da x böyük bərabərdir 95. 95'dən də böyük bərabər olan ən kiçik ədəd 95'dir. Baxaq 10-cu tapşırığa. Verilmiş tənliyin kökləri qarşılıqlı əks ədədlər olarsa böyük kökünü tap. Köklər qarşılıqlı əksdirlərsə, deməli köklərin cəmi 0'a bərabər olmalıdır. Viet teoreminə görə də bilirik ki, köklərin cəmi ikinci əmsalın əksinə bərabərdir. Yəni ikinci əmsalda a minus 7'dir. Deməli əks olduğuna görə 7 minus a bərabər olmalıdır 0'a. Buradan da a bərabər 7. İndi bizdən tənliyin böyük kökünü tapmağı soruşur. Gətirib verilənləri tənlikdə yerinə yazsaq x kvadrat plus a-nı yerinə 7 yazsaq onda burada x olmur və minus 4 vur 7 plus 3 olar. Bu da bərabər 0. Buradan da x kvadrat bərabər olar 25'ə. X bərabərdir plus minus 5. Böyük kökdə dediyinə görə x bərabər 5'i götürmüş oluruq. Deməli cavab oldu 5. Deməli x minus y fərqi -5'ə, y minus z fərqi isə 3'ə bərabərdir. Biz bu bərabərlikləri tərəf-tərəfə toplasaq, x minus z bərabər -2 alarıq. Və bunları gətirib bu verilmiş ifadədə yerinə yazsaq, x minus z -2 olduğuna görə z minus x 2 minus z minus y -3. Çünki burada y minus z 3'dür. O zaman z minus y -3 olar. X minus y isə -5'dir. Verilənləri nəzərə alsaq, 2 üstə gələk 5'də 3, o da bərabər olar 2 tam 5'də 3, bu da bərabərdir 2 tam 10'da 6. Oturacağı 10 kök altda 3 bucaqlarından biri 120 dərəcə olan bərabər yanlı 3 bucağın yan tərəfinin uzunluğunu tapın. Deməli, şərtə görə alınır ki, 3 bucağın təpə bucağı 120 dərəcədir və oturacağı 10 kök altda 3 olan bir bərabər yanlı 3 bucaqdır. Bərabər yanlı 3 bucağın oturacağına onun hündürlüyünü çəkək. Bu zaman bilirik ki, bu hündürlük həm tən bölən, həm mediandır. Deməli, bucaq 120 dərəcə olduğuna görə 60-60 hissələrə bölünür. Tən bölən olduğuna görə. Və buradan oturacaqda yarıya bölündüyünə görə 5 kök altda 3 olur bu hissələr.
O zaman ise bu bucaq 30 derece olar. Deməli, buradan alırıq ki, 60'ın qarşısındakı tərəf 5 olduğunu, 5 kök altı 3 olduğuna görə h bərabər 5 olar və o zaman yan tərəflərə s desək, s bərabər 10 olmuş olar. Çünki bilirik ki, düz bucaqlı üç bucaqda 30 derece qarşısındakı katet hipotenuzun yarısıdır. Və buna görə də h s-nin yarısı olduğuna görə s bərabər 10 olar. Deməli, üç bucağın yan tərəfinin uzunluğu 10'dur. Baxaq 11-ci suala. Radiusu 6'ya bərabər olan çevrədə BAC bucağı 15'dir. BAC bucağı 15'dirsə, onda BC qövsü 30 derece olmuş olar. ABD bucağı 45'dirsə, BAD qövsü də 90 derece olmuş olar. BMD və ANC qövslərinin uzunluqlar cəmini tapmaq lazımdır. Deməli, buradan BMD və ANC qövslərinin uzunluqlar cəmi bərabər olar dərəcə ilə 360 minus 90 plus 30, o da bərabər olar 240 derece. İndi qövsün uzunluğunu tapsaq, yəni bunların birlikdə cəminin təşkil etdiyi qövsün uzunluğunu tapsaq, bərabərdir 180 deməli pi vurulsun 6 vurulsun 240 bölünsün 180. O da bərabər olar. Bunu 60'a bölsək 4, 3, 6, 3'e 2, 8 pi olmuş olar. Cavab oldu D variantı. Baxaq 12-ci suala. İfadəni sadələşdirmək lazımdır. Bunun üçün ifadədə deməli birinci surət və məxrəcin qoşmasına vurmaq lazımdır. Yəni 5 plus 2 kök altında 6'nı da vururuq kök altda 3 minus kök altda 2'ye. Məxrəci də kök altında 3 plus kök altında 2 vurulsun kök altında 3 minus kök altında 2. Üstə gələk kök altında 3 minus kök altında 2 bərabərdir. O zaman məxrəcdə kök altda 3 ilə kök altda 2'nin kvadratlar fərqi. Surətdə isə 5 kök altında 3 açmaq lazımdır. İfadələrin hasilini tapırıq. 5 kök altda 2 plus 2 kök altında 18 və minus 2 kök altında 12. Plus kök altında 3 minus kök altında 2. İndi sadələşdirmələr aparsaq, məxrəcdə 3 minus 2, yəni 1 alınar. Yazaq bunu da belə. 3 minus 2. Surətdə isə 18'i 9 vur 2 yazsaq, 6 kök altda 2 olar. 5 kök altda 3 minus 5 kök altda 2 plus 6 kök altında 2. 12'ni də 4 vur 3 yazsaq, yəni vuruq çıxartsaq kök işarəsi xaricinə. O da olar 4 kök altında 3 plus kök altında 3 minus kök altında 2 bərabərdir. Buradan da məxrəcdə 1 alındığına görə surətdə sadələşmə etsək, kök altında 3 plus kök altında 2 plus deməli 5 kök altda 3'dən 4 kök altda 3 çıxsaq, kök altında 3 plus kök altda 2 plus kök altında 3 minus kök altda 2 almış olarıq. Buradan da kök altdakilər islah olunsa 2 kök altında 3 alarıq. Deməli cavab oldu B variantı. Baxaq 13-cü suala. Böyük diagonalın uzunluğu 9 olan düzgün altıbucaqlının perimetrini tapın. Biz bilirik ki, düzgün altıbucaqlının böyük diagonalı onun tərəfinin 2 mislinə bərabərdir.
və buradan alarıq ki, bu da bərabərdir 9. A olar 4,5. Deməli, perimetr bərabərdir. Altıbucaqlının perimetri 6A'dır. Buradan 6'nı 4,5'e vursak 27 almış olarıq. Deməli, perimetr 27'dir. 14-cü suala baxaq. İfadəni ilk öncə sadələşdiririk. A'nın kubu minus 3A kvadrat B plus 3A B'nin kvadratı minus B'nin kubu. Baxırıq ki, bu da A minus B'nin kubudur və buradan A minus B'nin kubudur və buradan AB'nin verilmiş qiymətlərini yerinə yazsaq, onu da deyim ki, burada B'nin qiyməti də 2,52 edər. Çünki 25'də 13'ü 4'ə vursaq 2,152, o da 2,52 edər. Verilənləri nəzərə alsaq 5,52 minus 2,52 kub, o da bərabərdir 3'ün kubu. 3'ün kubu da 27. Cavab oldu 27. 15-ci suala baxaq. Dəyişənin hansı mənfi qiymətinə kəsrin qiyməti 0'a bərabərdir? Kəsrin qiymetinin 0'a bərabər olması üçün onun surətini 0'a bərabər etmək lazımdır. Buradan da x bərabər 3 və x bərabər 5 alarıq, mənfi 5 alarıq. Mənfi qiymət istədiyinə görə biz mənfi 5'i götürərik. Cavab oldu D variant. Baxaq 16-cı suala. A üstü M minus 36 çox hədisinin vuruqları A minus 6 və A plus B'dir. Buradan görürük ki, son sağ tərəfi açdıqda son vəziyyətdə 6B bərabər mənfi 36 olmalıdır. Yəni buradan alırıq ki, B 6'dır. B 6'dırsa, deməli bu A kvadrat minus çıxaq 36 ifadəsinin vuruqlara ayrılışdır. Yəni A kvadrat çıxaq 36 bərabər A minus 6 A plus 6. Buradan da alırıq ki, deməli A da 2'dir. M də 2'dir. Bizdə B və M'in hasilini soruşur. M də 2'dir. Və bunların hasilini tapsaq 6 vuraq 2 bərabər 12 olmuş olar. Baxaq növbəti suala. ABC natural ədədləri cüt-cüt qarşılıqlı sadə ədədlər olduğuna görə bilirik ki, qarşılıqlı sadə ədədlərin əbubu 1'ə bərabərdir. AB qarşılıqlı sadə olduğundan əbub 1, əkop isə BC-dir. Deməli, axtarılan cavab BC plus 1'dir. 18'ə baxaq. Aşağıdakı ədədlərdən hansının kök altı 12 ədədi ilə hasili rasional ədəd deyil? Rasional ədəd deyil, yəni irrasional demək istəyir. Burada B variantdır. Göstərək. Kök altı 3'də 2'ni vursaq kök altı 12'yə. Deməli, bərabər olar kök altı 3'də 2 vurulsun 12. O da bərabər kök altı 8 edər. Bu da ki, irrasional ədəddir. Baxaq 19-cu suala. Parça 4 hissəyə bölünüb. 4 hissəyə bölünüb. Şəkilə təsvir edək. Birinci və dördüncü hissələrin orta nöqtələri arasındakı məsafə 90'dır. Birincinin orta nöqtəsini bu qırmızı rənglə göstərək. Onda buradan bura qədər olan məsafə 90. İkinci və üçüncü hissələrin orta nöqtələri arasındakı məsafə isə 35'dir. Əgər ikinci və üçüncü hissələrin ortaları arasındakı məsafə
35-dirsə, ikinci və üçüncü hissənin özlərinin cəmi 70 olar. 70-dirsə, deməli, bu hissələrin cəmi, bura A desək, bura B desək, A və B-nin cəmi 20 olmuş olar. Çünki 70-i 90-a tamamlayan 20-dir. O zaman digər birinci və dördüncü parçaların uzunluqlar cəmi onlar 2 vurulsun 20, 40. Və buradan da bizə lazım olan elə A plus B'dir, 20'dir. Və verilmiş parçanın uzunluğu tapmaq üçün 20'nin üzərinə 90'ı əlavə etməliyik. O da bərabər eləyər 110. C variant. 20-ci suala baxırıq. M-in hansı qiymətində verilmiş kəsirlərdən hər ikisinin qiyməti natural ədəd olar? Burada cavab 7'dir. 7'ni M-lərin yerinə yazsaq, görərik ki 31/31 alınır hər birində. Yəni bu şəkildə 1 alınır, bir də natural ədəddir. Ona görə cavab oldu 7. Həm də burada baxırıq ki, bunlar tərs ədədlərdir. Tərs ədədlərdir. M 5M minus 4 bölünsün 4M plus 3. Digər də 4M plus 3, 5M çıxaq 4'dür. Və hər birinin bilirik ki, məsələn, 2 naturaldırsa, onun tərsi natural deyil. Tərslər də natural olan ədədlər yalnız 1'dir. Ona görə də buradan 5M minus 4 bölünsün 4M plus 3'ü 1'ə bərabər edərik. 5M minus 4 bərabərdir 4M plus 3 və M bərabər 7 alarıq. Baxaq 21-ci suala. Ədədlərini müqayisə etmək lazımdır. Görürük ki, verilmiş ədədlərin köklərinin dərəcəsi müxtəlifdir və belə ədədləri müqayisə etmək üçün onları eyni dərəcədən kök altında yazmalıyıq. Və burada görürük ki, köklərin dərəcəsi 2, 3, 4'dür. Bunlara da ortaq dərəcə 12 götürə bilərik. İndi A-nı 12-ci dərəcədən göstərmək üçün deməli, kökün dərəcəsi ilə kök altı ifadənin qüvvətini 6'ya vurmaq lazımdır. Yəni 3 üstündə 6 olar. B-də isə kökün dərəcəsi 3'dür və 4'ə vururuq bu zaman. Bu da 6 üstü 4. C-yə baxsaq, 4-cü dərəcədən olduğuna görə 3'ə vursaq, 12-ci dərəcədən 9'un kubu olmuş olar. Deməli, bunları hesablasaq, 12-ci dərəcədən 3'ün üstü 6, 729. 12-ci dərəcədən 6'nın üstü 4, deməli 36'nın kvadratı, o da 1296. 9'un kubu da 729 edər. Deməli, buradan görürük ki, A və C bərabər ədədlərdir və B bunlardan böyükdür. Cavab olur Y variant. Baxaq 22-ci suala. Ədədlərdən ən böyük fərqini tap. Ən böyük fərqi tapmaq ən böyük ədədlə ən kiçik ədədin fərqidir. Gördüyümüz kimi burada ən böyük ədəd 3 tam dövrdə 21'dir. Bundan çıxsaq 0 tam dövrdə 21'i alarıq. 3 tam 0 dövrdə 21. O da A variantdır. İndi isə baxaq 23'ə. Katetləri x və x plus 2, hipotenuzu x plus 4 olan düzbucaqlı üçbucağın tərəfləri üzərində bərabər tərəfli üçbucaqlar qurulmuşdur. Bərabər tərəfli üçbucaqların perimetrlərinin cəmini tapın. Gördüyümüz kimi bu üçbucaq düzbucaqlı üçbucaq olduğuna görə onun katetlərinin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabər olmalıdır. Deməli, buradan da alırıq ki, x kvadrat plus x kvadrat plus 4x plus 4 bərabərdir
x kvadrat plus 8x plus 16 ve x kvadrat minus 4x minus 12 beraber 0. Buradan da kökler yazsaq. X minus 6 x plus 2 yazabilirik. Ve aydındır ki kökler 6 ve mənfi 2'dir. Ve üçbucağın tərəfini mənfi götürmək olmaz diye biz cevap olarak x-i 6 götürməliyik. Deməli bu zaman alırıq ki üçbucağın tərəflərindən biri 6, biri 8, digəri isə 10'dur. Üçbucaqlar ise beraber tərəfli üçbucaq olduqlarına göre perimetri olar 3 vurulsun 6 plus 8 plus 10. Çünkü beraber tərəfli üçbucağın perimetri 3A'dır. Yani onun tərəfinin 3 mislidir. Bunu da ümumi cəm şəklində belə yazsaq 3 vurulsun 24 beraber 72 alarıq. 24'e baxaq. Katerin axına qarşı sürəti çayın sürətindən 7 dəfə çox olarsa, axınla olan sürəti çayın sürətindən neçə dəfə çox olar? Katerin sürətini K ilə, çayın da sürətini elə S ilə işarə edək. Katerin axına qarşı sürəti çayın sürətindən 7 dəfə çoxdur. Yəni 7 S-yə bərabərdir. Axınla olan sürəti isə bilirik ki, axınla olan sürəti K plus S-dir. İndi buradan K bərabərdir 8S-yə. Axınla olan sürəti çayın sürətindən neçə dəfə çoxdur? Yəni biz bunu hesablamalıyıq. Gətirib K-nın yerinə 8S yazsaq, bu da bərabər 9 olmuş olar. Yəni 9S bölək S-dir, o da 9. Axınla olan sürət çayın sürətindən 9 dəfə çox olmuş olar. Bu qədər. Baxırıq 25'ə. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 3 dəfə kiçikdir. Əgər biri digərindən 3 dəfə kiçikdirsə, deməli bunların cəmi qaydaya görə cəmi 180 olmalıdır. İndi x ile 3x'i toplasaq 180'e beraber edirik. Buradan 4x beraber 180 derece ve x beraber 45 derece. Bu kiçik bucağın derece ölçüsüdür. Böyük bucağı soruştuğuna göre 3'ü vururuq 45'e beraber 135 derece almış olarıq. Cevap oldu 135 derece. Euler-Venn diaqramında A ve B çoxluqlarının elementlərinin sayı verilmiştir. Bu şərtə görə biz A'dakı olan elementlərin sayını tapmalıyıq. B'də olan elementlər x plus 1 ile 3x plus 4'ün cəmidir. Yəni 3 vurulsun 4x plus 5 bərabərdir. 5 vurulsun n A çıxaq B. A çıxaq B isə budur. 2x plus 7'dir. Ve 5'i vururuq 2x plus 7'ye. Buradan 12x plus 15 beraber de 10x plus 35. 2x beraber 20, x beraber 10. İndi isə bizdən A'dakı elementlərin sayını soruşur. X'in yerinə 10 qoysaq 2, 10, 20 üzərinə 7 əlavə eləsək 27 burada. 11 de burada. Deməli NA beraber olar 38'e. Yəni A'dakı elementlərin sayı 38'dir. İndi isə baxaq tərəfi A olan düzgün çoxlu bucaqlar üçün uyğunluğu müəyyən edək. Düzgün 5 bucaqlı, bərabər tərəfli 3 bucaq, kvadrat. Bilir ki kvadratın perimetri 4A'dır. Bərabər tərəf 3 bucağın perimetri 3A'dır. Və düzgün 5 bucaqlının perimetri 5A'dır. 3 bucağın sahəsi kök altda 3A kvadrat bölək 4 ilə hesablanır. B. Elə bu qədər. 2'də 1 A kvadrat isə bunlardan heç birinə aid deyildir. Deməli biz baxırıq artıq 28-ci suala. Əkin sahəsi düzbucaqlı şəklində verilmişdir.
Buraya şəkildəki kimi buğda, arpa və qarğıdal əkilib. Buğda və arpa əkilən sahələrin hər biri 3240, qarğıdal əkilən sahə isə 4320-dir. 28-ci sual. AB-nin BC-yə nisbəti 3-ün 4-dədir. AB 3x-dırsa, BC 4x-dır. Buradan alırıq ki 3x vurulsun 4x, çünkü düzbucaqlı formasında olduğuna göre sahəsi onun eni ilə uzunluğun hasilinə bərabərdir. Və burada sahələr buğda ilə arpa əkilən sahə 3240. Bunu vururuq 2-yə, çünki bunlar bərabər miqdardadır. Plus qarğıdal əkilən sahə 4320. Buradan 12x-in kvadratı bərabərdir 6480 plus 4320. 12x-in kvadratı bərabərdir 10800. Buradan da x-in kvadratı bərabərdir 900 və alırıq ki x bərabər 30. X 30-dursa deməli düzbucaqlının tərəfləri eni 3 vurulsun 30 90. Uzunluğu isə 4 vurulsun 30 120 olar. Perimetr də bərabər olar 2 vurulsun 90 plus 120. Bu da 420 eder. Tarlanı mühafizə etmək üçün onun kənarına 3 sıra olmaqla tikanlı məftil çəkilmişdir. Bunun üçün tələb olunan sütunlar arasındakı məsafə 3 metr olmalıdır. Uzunluğu 63 metr olan bir top tikanlı məftilin qiyməti 95 manat. Bir sütunun qiyməti 40 manat olarsa, tikanlı məftil və sütundan alınması üçün nə qədər pul lazımdır? Deməli, baxırıq. Gördük ki, düzbucaqlının tərəfləri 30 və 40-dır. 90 və 120-dir. İndi bunu 3-ə bölsək 90-ı. Deməli, enində 30 dirək. Uzunluğunu isə 3-ə bölsək 40 dirək bastırmaq olar. Deməli, ümumi dirəklərin sayı isə 2 vurulsun 30 plus 40. Bu da 140 dirək edər. Dirəklərin də biri 40 manat olduğuna görə 140-ı vururuq 40-a. Olur 5600 manat. Yəni dirəklərə çəkilən xərc 5600-dür. İndi isə məftilə xərclənən pulu hesablayaq. Çünki düzbucaqlı formasında olan bu sahəni 3 dəfə məftili fırlatdıqları üçün, yəni biz perimetrin 3 qatını hesablamalıyıq. İlk öncə perimetr bilirik ki 420-dir. Yəni 420-ni 3-ə vururuq. O da olur 1260. 1260'ı bölürük 63'ə ki, görək neçə top məftil alınmalıdır. Bu da 20 eder. Yəni 20 top məftil alınmalıdır. Və məftilin bir topunun qiyməti 95 manat olduğuna görə 20-ni 95'ə vursaq 1900 alarıq. Buradan da ümumi xərc 1900 ilə 5600'ün cəmi olmuş olar. Və bu da deməli 7500 eder. Yəni ümumi çəkilən xərc 7500 manatdır. Tarlanın suvarılması üçün A künc nöqtəsində su kranı yerləşdirilmiş və bu krana elastik su örtüsü borusu, yəni şlanq birləşdirilmişdir. Bütün sahənin suvarıla bilməsi üçün borunun uzunluğu ən az neçə metr olmalıdır? Deməli, borunun uzunluğunun ən çox olması üçün bu bütün ətraflara çatmalıdır. Bu şəkildə bütün ətraflara çatmalıdır. Ən az olmağı üçün isə deməli diagonal boyu şlankı, diagonal uzunluğu götürsək və belə sağa sola fırlatsaq hər tərəfi sulamağa yetərincə çatar. Ona görə ən az dedikdə həmən düzbucaqlının diagonalını hesablamaq lazımdır.
Yəni AC bərabərdir kök altında 30'un 30 yox 90. 90'ın kvadratı plus 120'nin kvadratı. Bu da bərabər olar 8100 plus 144 14400. O da bərabər 22500. Buradan da alarıq 150. Yəni ən azı 150 metr uzunluğunda olmalıdır. Beləliklə bugünkü blok imtahanına düşmüş sualların hər birini baxdıq və həll etdik. Hələlik sağ olun. Növbəti sınaq izahlarımızda